Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 20-sidir. Həftənin çərşənbə axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Soyuq və şaxtalı hava şəraiti sabahda davam edəcək. Bundan bağlı News 365 az saytı Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə dək isti, gündüz 2-4 dərəcə isti olacaq. Bundan başqa Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı da var və gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti. Dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə demək şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Hər vaxtınız xeyir olsun, dəyərli bizi izləyən insanlar. Sizin hər birinizi salamlayıram, hər vaxtınız xeyir olsun. Baxın, bal deyirdiniz, may balı. Varınızdır qardaş, qalıb yoxsa qalmayıb. Baxın, may balı varımızdır. Hal-hazırda da elə sizə balona may balından töküb göndərir. İnşallah Allahın köməliyi ilə bunu Şəmkir rayonuna göndərir. Şəmkir rayonu Şiştəpə kəndinə. Kim də əgər istəsə, Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuzdur. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Zəng edib sifariş eləyirsiniz, düz ünvanınıza qədər çatdırmanı biz də sizlər üçün pulsuz eləyirik.